hissəsində çıxarışlı, 3 otaqlı, əla təmirli bir mənzil çəkimsə təqdim edirik. Mənzilin ümumi sahəsi 135 kvadratdır. Stadion kimi bir mənzildir və əla təmirlidir. Geniş bir qonaq otağı var. Gəl, uzağa getmə, bəri gəl. Dəyərli izləyicilər, 17 mərtəbəli binanın 15-ci mərtəbədir. Mənzilin əsas seyf qapısıdır, əla təmirlidir. Bu hissələr döşəmə istif oldu, sanuzəllər ayrı-ayrı. Daxil olduqda, sol tərəfdə hamam otağı. Qeyd edim ki, çıxarış bir aya verilir. İpotek ilə satılmır, nağd formada satılır. Çıxarış gələn ayın axırına çıxarış veriləcək. Yanvarın 2026 yanvarın axırına çıxarış verilir inşallah. Sanuzəllər ayrı-ayrıdır. 135 kvadratdır. Qiyməti videonun sonunda qeyd edəcəm. Çox əla bir mənzildir, çox qəşəng təmir olunur və qiymət çox gözəl bir qiymətdir, çox super bir qiymətdir. Mənzilin bir yataq otağı, yataq otaqların genişliyini görürsünüz. Super qəşəng bir yataq otaqlar var. Bu bizim ikinci yataq otağı. Bu yataq otağından da eyvana çıxış var. Çox böyük, 135 kvadrat, yəni balaca kvadrat deyil. Qəşəng təmir, səliqəli, əla təmirli bir mənzildir. Qonaq otağı böyüklüyünə var. Haradasa, nə dedim, 6'nın 5'ədir, 5'in 5'ə bir qonaq otağı var. Orada bir yataq otağından eyvana çıxış var və burada qonaq otağından eyvana çıxış var. Gəl bunları çək. Xırdalan şəhərin giriş hissəsində, prospekt yolunun kənarında demək olar ki, çox əla bir mənzildir, qiymət əla bir qiymətdir. Bir dənə mətbəx deyir, məsələn, qonaq otağı boyda mətbəx. 169.000 manat, 135 kvadrat, 169.000 manat hal-hazırda MTK müqaviləsindədir. Gələn ayın axırından çıxarışı verilir, yəni yanvarın axırından çıxarışı verilir. Mənzilə günün istihanədən saldır, zəng edib, əlaqə saxlayıb, gəlin yerindəcə baxa bilərsiniz. Vaxtları bizə edirsiniz, çox sağ olun.